Mən özümü bir xoşbəxt insan kimi saya bilərəm ki, Ulu Öndərlə görüşmək nəsib olmuşdu mənə. Vaxt var idi, biz Dinamoda məşq olurduq, karate ilə Daxilişlər Nazirliyinin Dinamo cəmiyyətində. Hamının yəni ki, yadında qalar, bizim bir problemimiz vardı, hamımız çeşka axtarırdıq. Çeşka oldu ki, ayağı geyinirdi, tapiçkada çeşka, ondan məşq eləyirdik. 92-ci illər idi, ya 91-ci illər idi, yəni səhv salaram tarixi. Heydər Əliyevlə görüşəndə qeyri-rəsmi görüşürdük. Dedi ki, yəni ki, papam da yanımdaydı. Dedi ki, hara qasab, buna çeşka axtarırıq, belə eləyirik, belə eləyirik. Dedi, çeşka nədir, dedi, filan şey. Dedi, hə, yaxşı, görüm olsa mən də səni axtaracam. Balaca uşaq idik da bizə təsəlli verirdi. Üstündən bir neçə il keçdi. Biz balaca uşaq idik, böyüdük, məşq eləyirik. Mən yadımdadır ki, böyüklərdə iştirak eləyirdim, komandada, milli takımda. Daxilişlər Nazirliyinin təzə yay idman kompleksi açılırdı. Ulu Öndər gəldi ora açılışa. Orada açılışı elədi, zalı açdı, baxdı. Orada bir söz işlətdi ki, mənim yadımda dedi, var idi bir 5-6 il bundan qabaq idmançılar çeşka axtarırdılar. Görəsən o problem indiyənə qədər qalıbmı? Həman vaxtda da bizə gətirdilər, çeşka payladılar Dinamoda. Bu idmanın indiki inkişafı qoyulubdur Ulu Öndər tərəfdən. İndiki zamanda oğul davam elətdirir. Ata-oğul münasibəti, mənim ailəmdə də bu mövzu var, nümunə kimi. Uşaqlarıma deyirəm ki, baxın, Heydər Əliyev başladı idmanı inkişaf elətdirməyə, şəhər filan şeylədi, filan şeylədi. Nə bir ömür yetişmədisə, oğul davam eləyir.